şey biləsiniz, bizə konumuz səhv batırlar, dedik arxa tərəfdə yanlışa batırmışıq. Mən xahiş elədim, həmişə onun atanda evin qapısından atdım. Çünki hansı arxadan atıb, orada maşını göstərir. Ona görə istidə sizi burada saxlamışıq, üzrə sahibi, sözlə hesab edir. Bizim bugünkü məqsədimiz, yəni layihəmizin adını belə ucada yazmışıq. Yaşlı ailə, inklüziv bir və dayanıqlı gələcək. Bu, nə üçün bu məsələni biz layihə kimi təqdim etdik və Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin maliyyə dəstəyi ilə biz bu layihəmizi həyata keçiririk və onlara təşəkkür edirik ki, bizim layihəmizi qəbul edirlər. Bugün biz sizlərlə və digər iki rayonda da görüşümüz olacaq. İlk növbədə burada şəhid ailələrini görürəm, onları salamlayıram. Hər birinizə bilirsiniz ki, bizim gələcəyimiz sizin evladlarınızın qanunun bahasına bugün biz bu təmiz, sərbəst yaşayırıq, təmiz havanı alırıq və bizim gənclərimiz bu sakit dünyada öz həyatlarına davam edir. Biz onlara ömrümüzün sonuna kimi yolculuq. Və qazimiz var mı? Qazilərə də Allah can sağlığı versin. Onlara da təşəkkürümüz böyükdür. Əlbəttə ki, bu bizim bu ağır 41 günlük müharibəmizdə qalibiyyətimizi mühtərəm prezidentimiz Cənab Əliyevin o dedi ki, möhkəm dəmir yumruğu ətrafında birləşən xalqımızın gücünə hesab edilir ki, biz qalib olduq və dünyada Azərbaycanın adı bugün bir qalib ölkə kimi tanınır. Bugün isə biz sizə, yəni ekologiya ilə bağlı biz bu məsələni qaldırmışıq. Çünki bilirsiniz, yadınızdadır yəqin ki, keçən il 2024-cü ilin noyabr ayında COP29 Bakıda keçirildi və dünyanın bir çox ölkələrindən Azərbaycanda COP29-da böyük məsələlər müzakirə olundu. Yəni, dünyamızı dağılır. Bu günləri Azərbaycandan Bakıda böyük bir mesaj verildi. Gəlin, əl-ələ verək dünyamızı xilas edək. Nəyə ki, bu təbii fəlakətlər? Hətta insanların vaqeiliyi bizim ekologiyamızı dəyişdirir və bilirsiniz ki, hava mühitimiz və digər məsələlər gündəmlərimizin ən gündəmdə olan məsələdir ki, bizim ekologiyamız çox çirkən vəziyyətlədir. Sularımız çirkəndir, meşələr yanğından, tüstülərdən zəhərlənmə gedir. Bizim alimimiz buradadır, dəvət etmişəm onu ki, bu sahənin alimidir, ekologiya tarifləndirmə qeyri-hökumət təşkilatının rəhbəridir, həm də bizim təşkilatımızın departament sədridir. O daha gözəl sizə izahat verəcək və tarifləndirmək üçün söhbət alınacaq. Mən isə sizə bir qısaca Respublika Qadınlar Cəmiyyəti haqqında məlumat vermək istərdim. Yəni, Azərbaycan Qadınlar Respublika Cəmiyyəti İctimai Birliyi hələ 1919-cu ildə ilk müstəqilliyimiz əldə ediləndə Ayna Sultanova tərəfindən yaradılır və Ayna Sultanova o vaxtlar bilirsiniz, bu cəmiyyəti niyə yaradır? Qadınlarımızın savadsızlığı ləğv olunsun, çadıralar atılsın, bizim qadınlarımız irəli getsin, həyata başqa gözlə baxsın və ondan sonra 20-ci ildə Sovet dönəmində bu təşkilat işini davam etdirir. Ancaq Mərkəzi Komitənin nəzdində fəaliyyət göstərir. 70 il Mərkəzi Komitənin nəzdində fəaliyyət göstərir və 1990-cı ildə ikinci dəfə biz müstəqilliyimizi əldə etdikdən sonra ilk qeyri-hökumət təşkilatı kimi Ədliyyə Nazirliyindən keçən Respublika Qadınlar Cəmiyyəti olub və içəri şəhərdə Bakı Sovet Sərəncamı ilə bizə 2 mərtəbəli bina verdik ki, bugünkü günə qədər biz orada fəaliyyət göstəririk. 75 mindən çox üzvü var bu təşkilatın. Dünyanın 64 ölkəsi ilə əlaqələr yaradılır və bizim bütün regionlarda nümayəndəliyimiz var və Xaçmaz rayonu üzrəmizin əvvəlki nümayəndəmiz daha irəli getdiyinə görə yəqin ki, bilirsiniz. Sədaqət xanım həm də sizdə Zərqə Əliyev adına bizim direktor əvəzidir. Daha kişi uzun illər bizim nümayəndəmiz olur və biz onu burada Xaçmaz rayonunda əlbəttə icra hakimiyyətinin razılığı ilə sədr seçmişik. Bugün bizim ilk dəfə qonaq gəlmişik, həmin Sədaqət xanıma, həmin xanımların yanına, amma Xaçmazda bizim əlbələrimiz çox keçilir. Yəni, yanımıza gələr.
digər rayonlarda, regionlarda bizim ən aktual, bizi ağrıdan məsələlər, qadınların ilk növbədə mübadilə, müdaxilə etmək lazım olan məsələləri gündəmə gətiririk və məqsədimiz nədir? Məqsədimiz odur ki, siz həliniz bir ailədən gəlmişsiniz, bir ailə başçısınız və yaxud bu ailədə bir gənc hanımsınız. Siz də ətrafınızda bizim bugün burada maarifləndirici tədbirimizi siz də orada yayınlayasınız. Yəni, bütün qaçmadığınızları yayınlayasınız, amma sizlər də bizdən eşitdiklərinizi öz ətrafınızda olan insanlara maarifləndirmə kimi ötürəsiniz. Mən çox sizin vaxtınızı almaq istərdim. Gözəl bir qurulumuzda əldən ələ çatmır. Yəqin Gəncə xanımı televiziya ekranlarından çox görürsünüz. 300-dən artıq o, bilirsiniz, bizim Laçın Şuşa koridorunda böyük bir tədbirdən keçirildi bu vaxtda. Bizim iştirakımızla bərabər Gəncə xanımı burada demək olar ki, neçə gün oldu söylüyorsunuz? 98 gün, 136 gündən 98 gününü orada keçirib və 300-dən artıq beynəlxalq təşkilatlara müsahibələr verir. Yəqin tanıyırsınız, indi də işletmişəm, bizimlə bərabər iştirak edir və bizi narahat edən ekologiya ilə bağlı məsələlər haqqında Gəncə xanım sizlərə izahatlar verir. Rica verirsə, siz soranlar danışırsınız. Hoş bulduk. Değerli gazi kardeşlerimiz varsa olarak Allah'tan şafak ediyorum. Bakanım dedi, biz bugün burada toplaşmamızda biz sizin eylemlerinizin sayesinde Allah yerlerimizi ilişkilerini bundan sadece Allah'ın ben düşünüyorum ki Azerbaycan'ın bu inşaatı, bu gazetesi umarım kurtarmışlar. Ben bu değerli bazılarına çok teşekkür ederim. Çok yüksek sözler söyledi. Aslında görünen daha belirli lazım değil. Balkan'ın bizim teşkilatımız, Balkan'ın rehberliğiyle değil, Azerbaycan Kadınları Resmi Becermekti. Azerbaycan Cemiyeti'nin en kocaman teşkilatıdır ve biz hamımız Balkan'ın yanında olmaktan ve bu teşkilatta temsil olmaktan bakmayarak bizim de başka bir teşkilatımızda gösterken ama bu teşkilatı olmak bizim her birimize gurur verir, bizi şereflendirir. Çünkü bu teşkilatın 110 yaşı var ve bu teşkilat bir başka olduğu üzerinde desteği her zaman bu teşkilatın üzerinde olur. 30 yıla yaklaşık Azerbaycan Cemiyeti'nde müstakil devletler arasında binlerce teşkilat yaratıp Azerbaycan Respublikası'nın Kadınlar Cemiyeti, Azerbaycan Kadınlar Respublika Cemiyeti ise artık Sovyet devriminden güne kadar öz fəaliyyətini devam ettirir ve Balkan'ın uzun illərin dövlət təcrübəsi, dövlətçilik təcrübəsini en büyük şərəflə daşıyan bir kadrdır ve bugünlərin bu teşkilatı rəhbərliyi doğrudan da hamımızın belirlediği çıxışınlarında hamımızı qururlanır. Balkan'ın yanımızda olmakta durur, bizi geçirdirir. Allah sizi korusun. Çünkü bizim teşkilat, bizim değil, çünkü biz hamımız oradayız. Bizim teşkilat biz tutalım bütün rayonlarında. Biz bugünkü gelişimizde bakmayarak ki yaşlı aile inkluziv gelecek. Biz yine bak bu öz destek hakkında Balkan'ın boyduğu destek hakkı uygun yine bir gazi ailesinde olacak. Şahsen tapşırıklı yerine seviyesinde, icra hakimiyeti seviyesindeki burada şeref analarla iştirak edersin. Bakın değerli o fəaliyyətiniz için size teşekkür ederim. Geçirdiği başa meselelerden. Ve bizim teşkilatımız belirlediği gibi müxtəlif sektörel işler görüp ve bugün biz niye yaşlı aile ilgisi ve dayanıklı gelecek mevzusuna müracaat etmişik. Çünkü esasen sosyal yönünde, aile cebinde olan teşkilat bilgi yaşlı aileye müracaat edildi. Çünkü bugün dünyanın narahat edilen en ciddi problem etraf büyük problemlerdir. Bütün problemlerin həlli dövlət seviyesinde, dövlətin sənədləri çərçivəsində həll olsa da etraf büyük problemleri sərhəd tanımır. Ben her zaman demişim, bir ülkenin daxilindeki iktisadi, sosyal, her hansı bir sahədəki problemler, iktisadi problemler dövlətin sərhəddən daxilində həll olunur. Amma ətraf problemləri hava çekiləmirsə, su lövsələri çekiləmirsə,
gündeme getirdi ki ailelerin yaşlı aile, inklusif, iz ve dayanıklı gelecekle bağlı sizin marifetlerinizi teşkil ediyor. Dünya etrafındaki problemlerle ilgili çok ciddi 21. əsr antropogen təsir nəticəsində mən biraz belə açıqlama getiriyorum. Antropogen təsir bilirsiniz, insanın göstərdiyi təsirdir. Təbiətə təsir və insan tərəfindən 19-cu əsr və 19-cu əsrin sonları, 20-ci əsr və 21-ci əsrin əvvəllərində dünya sürətlə inkişaf edilməyə, dünya iqtisadiyyat və sənaye ciddi inkişaf edildikcə, insan təsiri təbiətdə çoxaldıqca, təbiət buna belə deyək, etiraz göstərdi və dünyada ciddi bir problem qlobal istiləşmə başlayacaq. Və iqlim dəyişkənliyi ilə bağlı dünyanın, bilirsiniz ki, bizim ölkəmiz keçən illərin sonunda dünyanın ən mütəbəq ətraf problemlərinin həllinə həsb olunmuş COP29-a ev sahibliyi elədi ki, bu da öz növbəsində COP29 bu deməkdir ki, BMT-nin çərçivə konvensiyası daxilində yaradılmış bu konvensiya hər il bir ölkədə, amma çox nüfuzlu ölkələrdə keçirir və bizim bugün Azərbaycanın dünyada artan nüfuzu, onun nüvəsi və keçən il sonlarında Azərbaycanda keçirilməsinə gətirib çıxartdı ki, və son 10 ildə iqlim dəyişkənliyi ilə bağlı, iqlim dəyişkənliyinin baş verdiyi problemlərin COP29 təcrübələri nəyə həsr olunur? İqlim dəyişkənliyi problemlərini dünyada yaşayan insanlara axı, hər kəs də ondan tam da xəbərdar olmur. Hamı məndən razılaşır, bu 29 ərəfəsində o qədər tədbirlər oldu ki, artıq iqlim dəyişkənliyi problemi deyəndə bunu adil icma əhalisi də, həm yerində də, ziyalı da, hər kəs buna məlumatlı oldu. Və bu məsələlərdə Azərbaycan ölkəsi 10 ilə yaxındır ki, və məqsəd nəyə ibarətdir? Baş verən o problemlərin həllini elə ölkələr var ki, inkişaf etmiş ölkələrdir. Onların iqtisadiyyatı, sənayi çox inkişaf edib, onlar iqlim dəyişkənliyinə səbəb olan birbaşa ölkələr olsa da, bunun fəsadlarının aradan qaldırılmasında müəyyən təsirlərin yumuşaldılmasıdır, təsirlərin azaldılması, insanların adaptasiya olunması, cəmiyyətin adaptasiya, bu çoxlu maliyyə tələblər məsələlərdir. Lakin bu ölkələr maliyyə vermək istəmirdilər. 10 il idi ki, heç bir tərpəniş yox idi və bizim ölkəmizin ölkə rəhbərimizin Cənab İlham Əliyevin güclü diplomatiyası və siyasəti nəticəsində keçən il bu sahədə böyük bir dəyişikliklər oldu ki, inkişaf etmiş ölkələr, həmin o inkişaf etməkdə olan ölkələrə və iqlim dəyişkənliyindən daha çox əziyyət çəkən ölkələrə 3 milyard dollar maliyyə ayrılmasını sənədləşdirdi, müqavilələr bağladı və bu da son 10 ildə çox böyük irəliləyişdir. Mən iqlim dəyişkənliyindən çox istədim onu deyəm ki, bizim bugün müraciət edilmemizin səbəbi həmin o ölkəmizin apardığı ekoloji siyasətə Azərbaycan qanunları cəhənnəti olaraq o prezidentin apardığı ekoloji siyasətə öz töhfəmizi verir. Əhalinin yaşıl ailə, ailənin yaşıllığından endirməsində çalışacaq yaşıl ailə modelini birlikdə üzməyə nəzərdə tutmuşuq. İnkluziv iz birlikdə nəyi nəzərdə tutmuşuq və dayanıqlı gələcək birlikdə nəyi istəyirik ki, onlara biz hər birimiz ailə olaraq, fərd olaraq öz töhfəmizi verir. Yaşıl ailə birlikdə biz nəyi nəzərdə tuturuq? Ailə üzvlərinin hər biri müasir dövrdə bugünkü tələblərə uyğun olaraq ətraf mühitin qorunmasına yönəlik vərdişlər ailədə yaransın. Ailə başçıları, ailə bilirsiniz ki, büyük bir institutdur və Azərbaycanın ailə modeli, mən bunu bir haşiyədən çıxım, bu bizim elə təşkilatın missiyasına uyğundur. Azərbaycanın ailə modeli çox hörmətli tədbir iştirakçıları. Bugün Avropa Azərbaycanın ailə mədəniyyətini mənimsəyir. Bizim ailə institutumuz dünyada bir örnəkdir. Niyə? Bizim burada bir mental xüsusiyyətlərimiz də var ki, hansı ki, bu bizim ailə dəyərlərimizin, ailə birliyimizin, möhkəmliyimizin səbəbkarıdır. Amma o modeli də, məsələn, bilirsiniz ki, məsələn, deyirlər, Avropada uşağın 18 yaşı fikri tutardır, ailədən çıxır gedir. O ailə dəyərlərinin, bağlarının ayrılmasıdır və orada ailə modeli necə formalaşır? Ona görə də bu günləri bu dünya
değişmekte olan dünyada değişmek ne başlayır? Global isleşme başlayır. Su ihtiyacları azalır. Dünyada azalır. Dünyanın iki ciddi problemi var. Bir iklim değişmeleri ve içmeli su problemi. Yakın gelecekte, yakın 50 yılda insanlar içmeli sudan çok ciddi əziyyətlə, problemlerle karşılaşacaklar ki, biz həmin təbii sərvətin bugün qaydına qalmalıyıq. Həmin bu yaşıl aile modelində biz evlatlarımıza həmin o təbii sərvətlərimizin qaydasına qalmalı. Ətraf mühiti qorumağın, o ekoloji şuuru formalaşdırmanın məhz aileden başlayır. Tabii ki aileden geldikten sonra təsir var, təsir ocakları var ama bu ailenin içerisinde etraf mühitine gayrısına kalabilen şuuru formalaştıranlarla aile ve şuuru aileden ben onu gördük ailede gelişecek, sonra tekrar devam edecek. Hemen bu biz evlatları yetiştirmeliyiz. Niye? Çünkü bugünler biz o tükenen serveti kaydına kalmazsak o su değil tükenen serveti. Gelecek nesillere çekecek. Global isleşme değil. Global isleşmeyle bağlı biz uşaqlarımızı, ben her zaman televizya çıkışlarını var, ben devamlı televizyada buna bağlı müsafelerde, uzun tedbirlerde, tokşolar olarak ben her zaman demişim, ailede mehayetinde bir balacına ağaç ekim ve o benim ağacım olsun. Onu ben yetiştirim diyebilen uşaqları formalaştırmalıyız. Ve biz o şuurda, o ekoloji şuurda uşaqlar yetiştirsek, ben size inanırım dünyanı xilas edebilirim. Çünkü yaşlı ağaç, yetişen ağaç oksijen demektir, oksijen temiz hava demektir, bu da sağlam gelecek demektir. Ama bir uşaq, vatandaş olsun, ekolog olmasın, etraf mühendislerin mütehassıs olmasın, gördüğünüzde ki, o önlerinde değildi. Bir ağacın budağını kesen insan, benim dolumu kesmiş sayar. Bir ağacın budağını kesen insanı gördükdə, diğer insan, onun yaşça ister büyük olsun, ister balacı olsun, ona inat bildirebilirse, deməli bizə ekoloji şuuru formalaştırmamışıq. Biz elə bir şuur formalaştırmalıyıq ki, ağacın yolunu kesen, bulsun ki, qonşumda Zeynep Bəlina var, Yahut Hanım var, Bahar Hanım var ve hamı bu yerlikdə olsa veya da biz su tükenen servetli, biz uşaqlarımızı tərbiyə edəsək ki, həmin o yaşlı ailələr, boşuna suyu akıtmamaq lazımdır. Boşuna atan hər damla su, gələcək üçün bir sərvətdir. Gələcək Allahın nemətidir bu, amma tükenen sərvətdir. Bax, biz bunları formalaştırmalıyıq yaşıl ailə modelinin içərisində. Və yaşıl ailə dedikdə iklim dəyişmələrinin dedik fəsadları var, səhralaşma baş verir, quraqlıqlar yaranır, daşqınlar, sellər, bütün bunlar nəyin fəsadlarıdır? İqlim dəyişmələrinin və bütün bunların qarşısını almaq üçün yenə nə etmək lazımdır? Ətraf mühitin qayrısına qalmaq lazımdır. Ətraf mühitin qayrısına qalmaq qeyd edildiyi kimi həmin o ağaçları əkmək, həmin o ətraf mühit tədbirlərini daha sıx eləmək lazımdır ki, dünyanı xilas edək. Bir məsələ də var. Biz bu günlərin tulantıların idarə olması var. Orada istiqamətlər çoxdur. Tulantıların idarə olunması. Bak, biz uzun illər 2006-cı illərdəydik, biz Dünya Bankının yadımızda da bir layihəsi var idi, bizim Qurğan Salyan zonasını gəzirdik, əhalinin ilk kənd yerlərində, icmalarda maarifləndirirdik. Biz o vaxt deyildik ki, ay cəmaat, plastik qablarda tarlaya gedəndə özünüzə su aparmayın. O insanın plastik qablardakı o su qabı zəhərlənir. Bizə əhali sual verirdi ki, ay Qəmzə xanım, necə olur zəhərlənir və biz ondan su alırıq, içirik. Niyə zəhərlənmirik? Çünki birinci dəfə bu plastik qaba su doldurularkən onun pişiğin lak deyirlər. Həmin o plastikayla suyun arasında o lak vurulur, o borucu təbəqə suyla işlem qabiliyyəti. İkinci dəfə biz ona tökdükdə həmin o bir qida boruyucusu orada yoxdur və o insanı zəhərləyir. Bizə belə bir sualla verirdilər. Necə olur? Bir adam üçün kim ölür? Ay insanlar deyildim, ay güzel insanlar. Həmin də heç kəs ölməyəcək. Amma niyə 50 il bundan qabaq bizim babalarımız, nənələrimiz 80 il, 90 il, 100 il yaşayırdı? Bu insanlar yaşayır. Bugünkü müasir dövrdə insanlar yaşaya bilmir.
Çok yaşası 65 yaşında, mənlə razılaşarsınız, 70 yaşına qalana bilir, nə yaşında yaşanır. Ona görə də bax, bütün bunlar və yaxud da, məsələn, kimsə, kim oğluna, samolyotla gedəcəksə, şüşə qabda qoya bilmir, bunlar üzüm yarpağı bağlayırlar. Mən həmişə deyirik, insanların çox xaricində burada eləmir, insan sağlamlığına ziyandır. Bax, mən bunları deyərsiniz ki, Qərəzmanlıların yanılıq deyəcəm. Mən istəyirəm, bax, gözəl bir ifadə işlədir. Biz istəyirik ki, bugün sizə verdiyiniz bu təriflərdə siz gedəsiniz, qonşunuza, ya nə bilim, ailə üzvlərinizə, bax, bunları evdə oluşa sizə harasa gedəndə plastik qabda suyu qoyanda və ya da özləri, ailə üzvləriniz gözəndə deyirsiniz ki, uşaq burada qoymaq olmaz. Tutuldu ya şüşə burada, ya bankədə, ya da bankədə üstüne, bax, belə, ya da alınırsa o dükandan alınmalıdır, ölçülərə istifadə olmaz. Bax, bu, mən bunların idarə olması dedim, burada oxundum. Bax, bu polietilin bloklarda, polietilin bloklar yoldaşlar 70 il torpaqda düşürüldür və o bayan dediğimiz bu zəhərli torpağa bırakır və o torpaqda yetişən bitkinin, o torpaqda yetişən bitkinin o maldarlıqla məşğul olan insanlar, heyvanlar o otlaqlarını qorxulurlar. Həmin o zəhərlənmiş torpağın qidası ilə qidalanır həmin heyvanlar. Bax, tullaqların elman edilməsi, tullaqların çeşidlənməsi var burada. İndi mən bilmirəm, Qaçmaz rayonunda məhdallıqlar, amma icmalarda yerlərində mən bilmirəm, o kəndlərdə var mı? Onlar layihə çərçivəsində biz edirdik, rayonlara gedirdik, plastik qabları bir zibil kutusunda, şüşə qabları birində, məişət bulantıları birində. Bax, belə məsələlərə hər kəs ailədə, həmin dediyimiz o yaşlı ailələr uşaqlarımızı bu formada yetişdirməliyik. Özümüz, bax, ailə üzvlərimiz olaraq hamımız bu cür yavaşmalıyıq ki, həmin o istədiyimiz yaşıl ailə modelinə formalaşırlar. İnklusiv iş deyilik. İnklusiv iş bilirsiniz ki, inklusiv yanaşma nə deməkdir? Cəmiyyətin bütün üzvlərdən, körpələr, uşaqlar, yaşlılar, qadınlar, fiziki məhdudiyyəti olan insanlar hər birinin cəmiyyətdə problemin həllinə, istər maarifləndirmə, istər ekoloji maarifləndirmə, istər mədəni irsin formalaşması, bütün məsələlərdə kompleks, birgə yanaşma, inklusiv, bərabər yanaşmanı təmin edir. Və biz irs dedikdə, inklusiv irs dedikdə, mədəni irs dedikdə ümumiyyətlə biz tarixi abidələrin, tarixi irsin olmasını nəzərdə tutursa, biz yaşıl yanaşmaya gəldikdə yenə o qabaq tarixi abidələrimizə də yaşıl yanaşmanı göstərməliyik. Bilirik ki, bizim ölkəmiz 30 il işğal altında qaldı. Bizim tarixi abidələrimiz, bizim ölkəmizin təbii sərvətlərimizlə bağlı bayaq qeyd elədik, təbii sərvətlərimizlə bağlı biz etiraz aksiyasını elədik, amma bizim orada təkcə təbii sərvətlərimiz yox axı. Bizim orada tarixi abidələrimiz, tarixi irsimiz orada hamısı erməni mənfur. İndi bugün demək istəmirik artıq biz o sözləri, çünki tarixi sülh müqaviləsi bağlıdır, amma tariximizdə qalır. Mən hər zaman demişəm, istəmirəm bugün o formada səsləndir, amma bizim ölkəmiz çox geri qaldı 30 ildə, amma şükürlər olsun ki, ilahi ədalət, Allah Teala Azərbaycan torpağını bütün təbii bir seri bəxş edildi ki, ölkəmiz bugün Cənubi Qafqazda söz sahibi, ən zəngin ölkədir. Dünyanın bütün, bugün dünyanın hegemon ölkəsi, Amerika kimi ölkənin başçısı Trump bizim ölkəmizin rəhbərinə deyir, siz çox güclü lidersiniz. Mən inanırım sizi, mən bu təhbirlərəcə bu evin açarını təqdim edən nə dedi? O dedi ki, siz çox güclü lidersiniz. Bizim cənab prezident Fərvaz Əkarlıqla qeyd elədi ki, güclü liderlərin yanındadır. O qeyd elədi ki, bu açarın bir söz, o çox, mən inanırım sizə kövrədir. Baxın, bu ucun 4-3 nəfərə verildi. İsrail premier-ministri necə? Yox, Natanyahu'ya verildi, Pakistanın prezidentinə verildi, bir də kimə? Üçüncüydü bizimkilə mi? Bir də Cənab prezidentə verildi və bu çox böyük bir hadisədir. Yoldaşlar, siz özünüzün qabağına gətirin.
birinci defa ülke rehberliğine gelmek çok büyük bir hadisedir bu. Trump'ın elleri ve bu değil dünya maçlarında. Böyle bir insanın, bak bu boyda bir ülkenin rehberi, bak olaca bir ülkenin rehberi siz çok düşünmeyeceksiniz. Bunu, yani biz bunları demekte biz fikirlerimiz açılacaktır. Yani bunları demekte məqsədimiz nədir bizim? Bizim məqsədimiz odur ki, biz bak bu irsimizi, tarih işlerimizden geldik. Ülkemizin biraz gururlandık bu son dönemde hamımız gurur içerisinde, de bu haçalandık ve biz tarihimizin taptak altında kalan bu tarih abidelerimizde hamısını berpa edeceğiz ve bizim bunlar ülke olarak gücümüz var, kudretimiz var. Ve biz bugün yaşıl aile, yaşıl bugün Azerbaycan dünyaya yaşıl enerji nəql edən en güçlü ülkelerden biridir ki, bilirsiniz ki, PUM ərəfəsində ölkə rəhbərinin 2030-cu il dayanıqlı inkişaf konsepsiyasının əsas istiqaməti, 5 istiqamətindən biri yaşıl addım, yaşıl gələcək konsepsiyasıdır ki, orada bizim ülkemiz Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ zonasını yaşıl zona elan elədi. Niyə? Çünki həmin ərazilərdə nəql edədiyimiz yaşıl enerjini biz dünyaya satacaq. Görün, çox Allahın belə bir qəribə bir məsələsi də var ki, bizim ülkemiz həm küləyin enerjisini, həm günəş enerjisini istehsal eləməkdə bizim və bizdə nə qədər xırda çaylar var, qıvanın üzərində elektrik stansiyalarını, enerji stansiyalarını qurub yaradabilir ki, biz bunu olacaq bir ülke, dünyaya biz enerji, yaşıl enerjiler birçok ülkeler birbirine bakmak için devam edecek. Birçok ülkeler birbirine Azerbaycan öz neftine göre tanınır. Nefti gazına göre tanınır. Ama bugün biz gayri-neft sahesiyle de inkişaf ettik. Ve görün bu dünyaya mesajdır, büyük bir mesajdır. Ve yeraltı yerüstü servetlerimizi bence hanım demedi, orada da Laçın koridorunda en esas meseleni biz kaldırmıştık ki neyin ki bizim torpaqlarımızı, hatta yeraltı yerüstü servetlerimizi de taşıyırlar dünyanın birçok ülkelerinde ve onlar o şirketlerden milyonlar kazanıyor. Ve bizim ülkemize bugün o tezminat verilmeli, bu meselelerden anlaşılır. Bizim torpağımızdan çıkan kızıl her hansı bir şirket kızıl saat ediyor ve çok baha kıymete satırsa, milyonlar kazanırsa, onlar bugün bize o tezminatı verilmez. Evet, bakın, Rabbim'de çok güzel dediler, etmeden için istiren alade gerekir. İnşallah ki, Azerbaycan Bakanlığı bizim ülkemiz Cenab-ı İlham Əliyevin diplomatiyası ve düzgün siyasi apartış, düzgün siyasi fərqlə biz o təzminatlar alacağıq. Bugünlərin Ermənistanın Azərbaycana vurduğu ziyan milyardlarla ölçülür. Ermənistanın neyi var bu milyardlar qaytarmaq üçün? Versin ərazilərindən. Verecek bir de görecek ki, hamısı batıracaqdır. Bilirsiniz, Cənab Prezident belə də bir ifadə işlətdir. Mən nə zaman etmək lazım olduğunu gözəl bilirəm. Yadınızdasa bir 2 ay bundan önce biz hamımız, bilmirəm, burada da ola bilər belə insanlar var. Bizim soy kökümüz, mənim atam 48-ci ildə Qərb Azərbaycandan gəliblər və biz uzun illər bunu soralar bir başqa ifadələr oldu, indi Qərb Azərbaycan. Amma Cənab Prezidentin siyasəti nəticəsində Cənab Prezident dedi ki, biz İranına qayıdacağıq, biz Zəngəzur yoluna açacağıq. Yoldaşlar, kim inanmadı ki, bir an oldu süd sazişinin bağlamağı ve Trump oradan o yolun dəhlizinin açılmağı. Biz günlər qalır ki, biz o yol açılacaq, o tədbirlər davam edəcək. Və Cənab Prezidentin siyasəti ilə hər Umar xanım dediyi təzminatlar veriləcək Azərbaycana və Azərbaycan bilirsiniz ki, ilahi ədalət diye bir şey var. Dünyada Allah'ın ədaletindən güzel bir şey yoktur. Dünyada ilahi ədalət olmasın dünya çoktan məhv olardı və yaşanacaq bir yer olmazdı. Bütün bunlar hamısı öz yerini alacaq. Və dayanıqlı gələcək. Dayanıqlı gələcək deyənlər var mı? Çox güzel. Yok, bence basılar güzel ve çıkış edilirse mariflərini mariflerini bir amaçlarını istəsiz olmak lazım. Mən sizə
size bu haşket çıkıp, demek ki bir gün var, yanımızda dinlendirimiz var idi, Dillər Üniversitesi'nde, orada da Kayraklar Kamal Çakarova Bağkanlı'ndan köyüne göstermişti, rəhbərimiz ki, orada size dostluq edelim. Deməli, rektorda çıxış edeyim tədbirdə, amma rektor arası etməlidir. Bir ki, mən axracan oturmaq istəyirəm, elə 2 saat başlaşaq, biz də başlamışıq, tədbirdə ekoloji tədbirdir, orada sağlam həyat tərzini təbdir edilir, güldürəcək sizinlə. Deməli, biz demişik ki, çıxışçılar əslində mən çıxışçıyam, ona görə verim bayram, çox fikirmədir. Çıxışçılar yerində yer almışsa, 2 çıxışçımız var. Bir tamam tanımdır, proyektorda həm də çıxışçıdır. Bir də başqa bir söhbət dostuna var, siz tamam tanım bayram, yadınızda da danışdı, bir 40 dəqiqə içində danışıb, sonra da dedim, müəlliməm, bilirsiniz, müəlliməm, bəlkə mütələ edib danışmaq, mən ona da işləm, yazılar işləm var. Onu bir bakalım danışaq. Mən sizə dayanıqlı gələcəklə də bağlı bir istəyirəm, porsiyolar verim. Deyirsiniz, maraqla dinləmək. Ətraf büyük məsələləri doğrudan da deyirsiniz, bu həm elmdir, həm də həyatdır. Deyirsiniz, elə bir həyatdır ki, mən həmişə deyirəm, təhsil cəmiyyətin eli bir sahəsidir ki, bütün ailələrdən keçir. Elə bir ailə yoxdur ki, orada təhsilin tətbiq keçməsin. Nənə, babanızda yadlarında mütləq nəvələri var, qoyunbeyləri var. Gənc ailəsi yenə uşaq var, orada təhsildə keçir ailə. Yanında həmkarımız, bizim dəyərli yanında tanımda var, o da mənlərdir. Yəni, nəyə getirən sözü? Ətraf mühitdə bax belədir. Ətraf mühit elə bir sahəsidir ki, cəmiyyətin, elmin, dövlət xəttinin siyasəti, ekoloji siyasəti bütün ailələrdən keçir. Və dayanıqlı gələcək dedikdə biz nəyəcə tərəfdir? Yoldaşlar, dayanıqlı gələcək həmləti deyil, ətraf mühitin qorunmasına yönəlik, təbii sərvətlərdən qənaətlə istifadə etməyə yönəlik. Bax, indi mən sizə bir söz deyim, səs olanda, mən məhdəmdə, mən səs olanda bilirəm, mən dinləmdə, bunu deyirəm. Səs varsa, uşa mən danışamıyorum. O da mən bilməliyəcəm. Səs mən düşünürəm, uşa maraqsın. Sizdə məktəb zalı çoxdur, bizim mən burada bir sənəyinə baxdım, mən məktəbdə çox sərt idarəçi olmuşam. Direktor məmşdirdi ki, mən məktəbdə olmanda direktoru tədbir eləmədim. Çünki auditoriyada iştirak edirdim. Elə olurdu ki, mən bilirsiniz də zarış, bütün hər şeyi idarə edib gəlirsən zala. Direktorum 45 dəqiqə qalırdı, belə zalı yığa bilmirdi. Uşaqlar, mən 3-cü mərtəbədən düşüb, 1-ci mərtəbə axtırsalar, uşaqlar oradan baxırlar. Rus məktəblərində işləmişəm. Ana naftarını taşı, 2-ci mərtəbədə də qalırsam. Yavaş-yavaş düşürəm. Ana naftarını taşı, uşu biraz da azalır səs. Ana patlıcın uşu su. Yok böyle taşıma. Mən çünki mən asılda tanışırdım. Boy, mən burada sizə bir qısaca dayanıqlı gələcəklə bağlı məlumat verim, ola bilər sizin suallarınız olsun. Dayanıqlı gələcək nə deməkdir? Həmin dedim bu prinsiplər. Ətraf mühitin qaydına qalan formalaşmış ailə, inklusiv yanaşma, sosial, tarixi irs və ətraf mühitin birgə, həmin o dediyim inklusiv yanaşma, uşaq, böyük, ailə özü, qoca, fiziki məhdudiyyəti olan invalid qruplara, fiziki məhdudiyyətin birgə, bütöv, toplum şəkildə yanaşması olan, idarəçiliyi olan bir sağlam, dayanıqlı gələcək. Dayanıqlı gələcək nədir? Orada təmiz hava olmalıdır, təmiz içməli su olmalıdır və sağlam ətraf mühit olmalıdır. Və mən bunu istəyirəm sizə bildirəm ki, yoldaşlar, BMT-nin çərçivə konvensiyası daxilində bugün dayanıqlı bir mühitdə yaşamaq hüququ və bunu pozan hər bir şəxs, nəinki dövlət cəzalanır və məsuliyyətə cəlb olunur. Bizim hamımızdan, bayaq dediyim ailə, hamımızdan asılıdır. Bu təkcə dövlətin işi deyil. Ətraf mühit problemlərinin həlli təkcə dövlətin apardığı yaşıl enerjidir. Və kənd yerlərində, icmalarda, mən bayaq qeyd elədim, günəş enerjisi, külək enerjisi və icmalarda, kənd yerlərində bir də bioqazdan istifadə edirlər. Bioqaz nədir? Bioqaz yoxdur. O xüsusi qurğular quraşdırılır, yerin altında qazılır və həmin o tullantıları toplanır, bağlanır, üstü primitiv üsulda qənaət etməli və həm büdcəsindən, ailənin həm büdcəsindən
bu xərclər bunun üçün. Və həm də təbii ki, onların o təbii sərvətin tükəlməsi üçün bir tövbədir. Bəli, hər birimizin borcudur, hər birimizin vəzifəsidir. Və mən hər zaman deyirəm, yoldaşlar, bax, bunu bir şüar şəklində deyirəm, biz dünyanı qorumalıyıq. Çünki dünya bizim elimizdir. Hiç kəs deməsin ki, mən darvazamın ağzını süpürdüm, tutardım, apardım bu birisi qonşunun darvazasına yaxın bir yerdə tonqalı qaladım, bu tonqalı qaladım, bu boyunayım rayon deyildi, bunu da demək lazımdır. Heç vaxtda həmin tullantıları yandırmaq olmaz. Məsələn, əvvələr mən ətraf mühitlə 10 il bu riyaziyyatı öyrənir, 2 üstə gələk 2-dən başlayır, düz kvadratdan bacan kök altına can gelir çıxır. Amma 11-ci sinifi tutaranda ona deyirlər mi sən riyaziyyatçısan, 11 illik riyaziyyat olmuşsan? Yox. Bax, bizim bunu qoyabilirik ki, mən vaxtamızı eylərimdə, mən Respublika Qadınlar Cəmiyyətində Ekologiya Departamentinin rəhbəriyəm. Sağ olsun, baxın, mən boynuma bu boyda məsuliyyətli işi yüklüyübdür və mən bunu çalışıram, şərəflə daşıyam. Və bizim təşkilatımızın özü ekoloji maarifləndirmə təşkilatı olaraq artıq 26 ildir bizim təşkilatımızın yaşı var. Maarifləndirmə elə bir prosesdir ki, biz bugün gəlmişik maarifləndirməyə. Biz maarifləndirməyi tutardıq, Xaçmazda hamı maariflənir. Belə bir şey yoxdur. Maarifləndirmə prosesi uzun illər olmalıdır. Biz 2008-ci ildə, bəli, təhsil sizin universitetlərdə ekologiya fakültəsi açmışsınız, dediklərimizdən siz çox böyük bir iş o vaxt dedi, biz onu iclasa qoyduq, kollegiyadan müzakirə elədik. Bax, o ekologiya fakültəsi açılandan sonra, bilirsiniz, birinci universitetdə açıldı, Bakı Dövlət Universitetində. İndi bütün UNED-də var, bütün universitetlərdə ekologiya bəli, mühəndislik universitetində var, bizim təşkilatımızın vitse-prezidentidir, mühəndislik universitetinin prorektoru, nə var, kamu mavinidir. Yəni, bütün universitetlərdə ekologiya fakültəsi açıldı. Bu sözü nəyə gətirirəm? Maarifləndirməyə gətirirəm. Maariflənmə, uzun il, 70 il. Çünki biz ekologiya adında anlayış dünyada deyirəm, həmin bu problemlər başqa antropologiya təsir nəticəsində ekoloji problemlər qıyan edilməyə başladı. Təbiət etirazını bildirdi, qlobal istiləşmə, içməli su ehtiyatlarının tükənməsi, elə bizim neft bağlanmaya gözəl qeyd elədi, neftin tükənməkdə olan sərvətdir və bizim həmin bu yaşıl iqtisadiyyata keçid, bunlar hamısı ekologiyadan doğan bir məsələlərdir ki, həmin bugünkü bizim apardığımız bax, bu maarifləndirmə, həmin o zəncirin bir halqasıdır. Və bu uzun illər davam edəməlidir. Bir 10 gün bundan qabaq baxın, orada efirdə soruşur, Qanzıqam, çimərliklərimiz bu gündədir. Niyə insanları bu qədər maarifləndirmə aparılır? İnsanlar hələ də məşən bulantılarını çimərlikdə qoyub gedir. Mən onda da deyirəm, maarifləndirmə, qarpızı yeyirlər, mən üzr istəyirəm, qabığını qoyurlar orada, nə bilim, suların butulkasını suya atırlar. Yəni, bunlar bir sesi nə qədər çarpılar çəkilsə, nə qədər kitabçalar çəkilsə, uzun bir prosesdə, yenə deyirəm, necə ki, riyaziyyatçı olmaq üçün 11 il riyaziyyat keçəndən sonra gedib ali məktəbdə oxuyub riyaziyyatçı olurlar. Ədəbiyyatçı olmaq üçün 11 il ədəbiyyatı oxuyur, amma ədəbiyyatçı olmaq üçün ədəbiyyat fakültəsinin ekolog, ətraf mühit üzrə mütəxəssis olmaq üçün mütəxəssis olub ali məktəb oxumalıdır. Amma ətraf mühitin qarğısına qala bilən vətəndaş olmaq üçün biz həmin o şuuru formalaşdırmalıyıq, ailədən başlamalıyıq, ailədən, bağçadan. Baxın, yanımızda biz sizdən bir layihə elədik, bağçalarda ekoloji şuuru formalaşdırırdıq 7-8 il bundan qabaq. Biz Barxanla belə bir ideya ilə çıxış elədik ki, Barxan, gəlin biz uşaqların ekoloji şuurunu məktəblərdən yox, bağçalarda necə deyil, uşağa necə başa salarsa, uşağa bu qədər danışır, uşaq bunu danışır, qəmdə danışır, gecə bu nənə nə qədər danışır. Amma biz uşaqlarla ekoloji oyunlar elədik. Olacaq oyunlar, ekoloji oyunlar, uşaqlara başa saldıq ki, bax, bu gülün üstündən basılasın, gül öləcək, gül solacaq, sən gözəllik görməyəcəksən. Ağacın qulpunu qursun, qul quruyacaq, günəş başından vuracaq, sən günəşsin. Bax, belə şeylərlə biz ona görə də həmin dediyimiz o yaşıl ailədə ətraf mühitin qayğısına qala bilən ekoloji
şuuru formalaşmış uşaqlarımızı yetişdirməliyik, onları verməliyik təhsilə, dəyərli həmkarımız burada təhsil və rəhbər vəzifədə işləyir. Təhsildə də bilirsiniz ki, mən bilirsiniz, onları bilirəm, ekoloji tərbiyə vardır, orada tərbiyə işlərimizdə direktor müavininin iş planında həmin ekoloji tərbiyə mütləq, mən sizə sadəcə, mən sizdən yaşca görəyəm, tövsiyəm, ona daha çox vaxt ayırır. Çünki bugün Azərbaycan dünyaya bu modeli, yaşıl enerji satır, yaşıl dünya, ova ev sahibi eləmək bizim haqqımızdır ki, biz o uşaqları, o nəsli, o gələcəyə yetişdirək. Gözəl edirsiniz, çox gözəl edirsiniz. Mən inandırım sizi, bax, insanlar belə, mən həmişə deyirəm, o qədər də pesimist yanaşmaq olmaz. Azərbaycan xalq olaraq biz o qədər müdrik, biz o qədər dərin, biz o qədər torpağına, suyuna, daşına, kəsəyinə. Həmişə mən bildim ki, məktəbdə işləyəndə, mən deyirəm də, mən direktorlarım, ancaq mən idarə eləmişəm məktəbi, deyirlər ki, filənkəs avaradır. Həmin avaralı uşaqlar var da, bilirsiniz, məktəbin avaraları, pəncərəni sındıran, pəncərədə məktəbin içinə oturulanan. Mən bildim ki, onlar gələcəyin qəhrəmanıdır. Və tarix göstərdi ki, torpağı həmin o uşaqlarlıdır. Tarix göstərdi ki, həmin o, bir məktəbə, mən məktəblərimi dəyişmişəm, mən Şənçətin məktəbə atırlar məni. Mən gedəndə, mən dəftindən biri olub, məktəbə birinə getdim, var tam, yadınızdadır. Gördüm ki, uşağın birinin müəllimlər hamısı divarın küncünə sıxıldı, öldürürlər. Gördüm, nə oldu? Kötü gəlmişim məktəbə. Dedilər, onlardan sahib siz bilmişsiniz, babalarım birini uçurdu məktəbi, bu məktəbin qapısından elə məktəbə gelməyib, pəncərədən gelir, pəncərədən çıxır, dedilər. Dedim ki, yaxşı, o, sağ olun, uşağın əlinə tutun, dedim, elə işimə məşq olsun. Gətirdim, uşağın adı Rəşad dedim. Dedim, Rəşad, sən mənə sözü verəcəksən ki, bir aydan sonra bu məktəbdə hamı sən təlim tərbiyənə nümunə göstərəcək. Dedim, Qandıran, mən heç kəs istəmir bu məktəbdə. Mən bunlar rəhşidir. Dedim, sən eləyəcəksən, hamı səni istəyəcək. Məktəb açılmayıb da hələ bu nəyəsə məktəbi dağıtmağa gəldi yəqin. Mən məktəbdə o açılışda, mən o Köhnə Sovet məktəbi ilə o şey fırçalınsın, bayraq gətirilsin, mən həmişə işləmişəm. Uşağa verdim məktəbin bayrağını, açılış günü, 15 sentrəvdə. Rəşad gətirir bayrağı, hamı şok olub, avara, Rəşad necə bayrağı gətirir. Mən sizə inandırım, sonra o məktəbin benim ulduzuydu o uşaq. Hamı bir şey oldu ki, Rəşadın mən biləcəm, hamı bir də ayrılmışsan, Rəşad sizin layihəniz, yetişdirmənizi. Bax, ona görə də mütləq şəkildə biz həmin o ekoloji şuuru formalaşan vətəndaşı da yetişdirəcəyik. Biz tükənən sərvətimizin də qaydına alacağıq və ətraf mühitimiz dünyaya yenə bir model olaraq ən sağlam ətraf mühitdə bizim evlatlarımız yaşayacaq, bizim ailələrimiz yaşayacaq və o dünyaya örnək olan Azərbaycanlı ailəsi, həmin o yaşıl ailə yenə dünyaya bir yaşıl ailə modeli kimi yenə dünyaya bizi nümunə örnək olaraq götürəcəklər. Bakın, məncə cəmanı göstərmək. Təşəkkür. Amma suallar vermək lazım. Suallar kimin sual varsa buyursun, mən hazıram. Sual. Çok güzel. Güzel şey. Mən elə buyuram ki, buradan əli boş verməyəcəksiniz, nəysə siz qaldırdınız, xüsusən gənclərimiz çox diqqətlə qulaq asırdılar. Mən də hesab edirəm, bizim hər dəqiqəmiz bir dəyərli bir vaxtdır. Hər dəqiqəmiz həyatımızdan gedir, vaxtımızdan gedir. Və bugün siz burada 1 saat, saat yarım, 2 saat vaxtınızı boş yerə sərf eləmədiniz. Yəni, müəyyən bir məsələlərlə siz tanış oldunuz, bunları özünüz üçün həm özünüzə qəbul etdiniz, həm də ətrafınızda olan insanları bu məsələlərlə bağlı marifləndirəcəksiniz. Yaqut xanım bizim İngilis dili müəllimimizdir və bizim şöbə müdürümüzdür. O da müəllimdir. Yəqin ekologiya ilə bağlı sizin çıxış edəcəksiniz. Amma yenə də uşaqların əgər sualı olarsa, İngilis dili ilə bağlı, məktəblə bağlı, yenə sual verə bilərsiniz. İngilizcəyə baxın, mən də cavab verə bilirəm. Gənclərin istəyirəm. Sədaqət xanım sözünü deyəcək, mən ancaq bir məsələyə bir daha qayıtmaq istəyirəm. Burada bizim şəhid analarımız var. Mən bugün Gəncə xanım bizim əsas məsələmizi danışdım. Amma bu məsələ ilə bağlı mən bir daha bir neçə tərəf söz demək istəyirəm. Bilirsiniz ki, bizim birinci listə prezidentimiz Mehriban xanım
16-cı ildə şəhid ailələrimiz, ilk şəhid ailələrimiz, aprelin 1-2-si şəhid ailələrimiz vardı. Onlarla görüşə bizi də dəvət etmişdi. Bizim xanımlarımızdan bir neçə nəfər var idi. O öz çıxışında çox gözəl bir ifadə işlətdi ki, bizim oğullarımız qəhrəman, təkcə oğullarımız qəhrəman deyil, onları yetişdirən, tərbiyə edən analarımız da qəhrəman. Bəli, həqiqətən də bugün görürük ki, bizim 44 günlük Vətən müharibəsində, ikinci Vətən müharibəsində nə qədər igid evladlarımız şəhidlik zirvəsinə ucaldılar və onlar evdən tərbiyə almışlar. Vətəni qorumaq üçün, bax, Qəmzə xanım deyən, o zirək vətənə, torpağa bağlı olan uşaqlar özləri könüllü getdilər. Mən bir neçə məsələn qeyd etmək istəyirəm. Bizim təşkilatımızda mən bayaq qeyd etdim, 75 mindən çox üzvü var və təkcə üzvü var. Yəni bu insanların ətrafında olan insanlar, ailə üzvləri, bunları da nəzərə alsaq, əlbəttə ki, 100 minlərlə bizim üzvümüz var. Və 44 gün ərzində, bu 44 gün ərzində təkcə bizim təşkilatımız öz vəsaiti hesabına xanımlarımız 6 dəfə sərhəd zonalarında əsgərlərlə görüşə getmişdir. Əsgərlərlə görüşə getməkdə bilirsiniz, ilk dəfə Tovuzda atılan döyüşlərdə 2 şəhidimiz oldu, 2 şəhid və çox böyük dağıntılar olmuşdu. Bax, oradan başlayaraq Gəncədə olan döyüşlərdə Moldada iştirak eləmişik, Ağdamda iştirak etmişik və digər regionlarda məhz əsgərlərlə görüşən. Bu xanımlarımız 12 minlik tığlarla 2-3 nəfər xanımla onları aparıb biz əsgərlərə təhvil vermişdik. Onlarla görüşmüşük onlar. Məktub yazmışıq. İlk biz yazdık. Bu fikrimizə yəni gətirdik ki, əskərə məktub. Və hətta bu yaxınlarda mən eşitdim ki, o əskər ki olmuşdu. Bizim ətrafımızda incəsənət adamları vardı. Mühəmməd elə yazmışdı ki, kimə düşsə mənim məktubum, onun toyunu mən təmənnasız oxuyacağım. Həqiqətən də o gün əskərimizin biri bizə müraciət elədi ki, mən bu xanım və xanım toyunda onunla iştirak elədik özümüzdə və xanım da tam təmənnasız o toyu apardı. Mən nə demək istəyirəm? Yəni o görüşümüz də gənc uşaqlarda, o əsgərlərdə elə bir ki, o anda əhval ruhiyyələri qalxırdı. Onlar elə sevinclə bizim xanımları qarşılayırdılar. Elə bil ki, göldən düşmədi də, o 44 gün ərzində çox qoymurlar ki, sərhədə yaxınlaşmaq mümkün deyildi. Hətta onu deyim sizə, Ağdama biz gedəndə Yevlaqda bizi saxladılar maşınımızı. Dedilər ki, olmaz, atırlar onlara getdilər. Burada boşaldı, böyük apartı girmişdi və qiyadımıza gəldi ki, əsgərlərə çatma, icra hakimiyyətləri dağıldı. Burada boşaldı, biz bayləyəcəyik. Bəzəkdən yox, biz ancaq əsgərlərə çalışırıq. Və də xanımlarımız bizə evində deyil, bir əsgərlərin yanına aparacaq. Həmən o 5 dəqiqə biz keçirdik, çox dəqiq duranlarımız var. Və bunu deyim sizə ki, müharibədən sonra ilk bu azad olunan torpaqlara prezidentin siyasətində bizim günəşlər, yəni bir də müharibə, biz o siyahıda var idik. Şuşa, Ağdam, Su Qovuşan və Müdafiə Körfəzində biz buranı ziyarət edəndə o buranların birinin Şuşa məscidinə, birini də Ağdam məscidinə biz Azərbaycan qadınlarının dünyasını dəyişən, o günləri görüb arzusunda olan, o günlərə gəlib çata bilməyən, o günləri görməyən, dünyasını dəyişən o insanların ehsanı olaraq biz o bağışları, o bulanları o 2 məscidə bağışladık. Şuşada olmuşdu. Biz onunla bərabər o dairəni biz hiss edirdik, ailə ilə birlikdə çəkirdik. Mən bir Mərdəkanda bir əskər qayıtmışdı, oraya getmişdik, əskərin görüşünə, onun dostları gəlmişdilər. Deməli, axşam əskərlikdən gələn olan bir dostumu gedib yola salmışdı. Gedib yola salanda qəzaya uğrayırlar və oğlan dünyasını dəyişir. Onun anası dəfələrlə müraciət elədi devlətə ki, bu devlətə ki, mənim evladıma şəhidlik verir, şəhid olur. Verirlər. Yəni o şəhid ola bilsəydi, o anda olar. Əgər sən əskərliyin bitirib gəlirsə, adi bir qəzaya uğrayırsa, dünyasını dəyişdirsə, onu deməli, Allah bu dərgahında şəhidliyi qəbul olur. Ona görə yenə deyirəm, bunlar Allahın dərgahında ən uca zirvədə olan bizim evlatlarımızdır. Onlar tək sizin deyil, bizim də evlatlarımızdır. Hər
uşaqların maddiyyata bildirməyə ehtiyacı yoxdur. Devlətimiz onların qarşısına qalır. Evladlarının da qarşısına qalır, valideynlərin də qarşısına qalır. Bu şəhid ailələr, qazilər də bunlar bizə mənəvi dəstək göstərməkimizi arzu edirlər. Buna görə hər bir mən bu dəyərləşən insanlara da deyirəm ki, nə qədər sizin imkanınız varsa, vaxtınız varsa, bir şəhid ailəsinə, bir qazi ailəsinə qonağı olun, onlarla söhbət edin. Şəhidin anadan olan günündən can şəhidimiz edəsinə, canına qədər onun tarixçəsi ilə maraqlanır. Bizim bir xanımımız var, yaşlı xanımımız. Onlar haqqında belə gözəl kitablarında yazır. Hər günü haqqında, bu yaxında bir kitab çap eləmişdi. 23 ailənin günümüzü gəzmişdi şəhidlərlə. Öncə, işdaşlarını, dəyərli qonaqlarımızı, şəhid ailələrinin salamlayıram. Və istəyər günlərdə bizimlə beraber olmamızı və hər birimizə öz minnətdarlığını bildirirəm. Mənim üçün şərəf və məsuliyyətdir. Respublikamızdan cəmiyyətini taşmaq bölməsində sərf seçilmək. Əlbəttə ki, icramızı doğrulacaqam. Təşəkkür edirəm yardım salmaq ki, icra etməkdir ki, bunu bizə bir razılıq. İlk sırada güzəlliyimizə dəstək verən Hətta siz bildirdiniz ki, ilk dəfə idi ki, mən rayonlara müraciət edəndə Bakıcaq bölməsindən ilk olaraq rayonuna ilk olaraq cavab gəldi. Əlbəttə ki, bunun üçün icra aparatına xüsusi təşəkkür bildirirəm. Bir müəllim olaraq, bir vətəndaş olaraq əlbəttə ki, olduğunuz oxşar vəzifəni layiqcə yerinə yetirməkdir. Əminəm ki, həm öz iş sayəndə, həm bu sərviniz sayəsində müəyyən işlərin öhdəsindən layiqincə gəlməyə çalışacağım. Düzdür, bizim elə bir təcrübimiz listeləşmə ilə bağlı tərdə sağlama bu gündə də imtahan idi. Yaxşı ki, bölümdə 6 nömrəndə işləyirdi, vaxtı dəyişirdi. Bir haşiyə çıxmaq istəyərdim. Burada siz qeyd elədiniz ki, Bəndə müəllimə qeyd elədi ki, əsasən ki, sosial şəbəkələrdə də belə deyildə varıq. Orada müəllimlərin və şagirdləri haqqında bəzən fikirlər söyləmələri inanın ki, hərdən ürəyimə ağrıdır və hələ öz məktəbində olan istəyən uşaqlar haqqında beləli naçişdir və övlad şahsını deyildir və yəni onu qəbul edilmək istəmir. Çünki hər bir övlad bir ailənin üzvüdür və heç kəs müəyyən fərd olaraq pis kimi gəlmir. Onun üçün ümid və şərait olma vəziyyətə salır. Mən şagirdlərin o vəziyyətdə olmasını mən elə məktəbdə qazandıram. Və belə bir qeyd yazdım ola ki, mənim işlədiyim məktəbdə bir tərəf olsun, orada tərbiyədə yoxdur söhbət, tərbiyəsi uşaq yoxdur. Belə bir söz yazdım ola. İnanın ki, o qədər bəyənmə gəldi ki, həqiqi sözüm, yəni bizim 1638-dən çox şagird təhsil alır, Zərbəri adlar, lisey məktəbdə, amma mən deyərdim ki, orada bir dənə olsun tərbiyəsi alır. İnanın ki, belə deyək ki, o qədər həm ailələrin özləri ilə, həm valideynlərlə sırf belə deyək də, münasibətlərlə onlarla əməkdaşlıq edildikdə, onların nailiyyətlərini biz onların valideynləri qədər sevirik. Məhz ona görə ki, belə deyək də, rayonda ilk olaraq məhz birinci yeri hər zaman bir məktəb təşkil edir. İnanın ki, psixoloji dəstək, psixoloji durum hər şeylə önəmli və var. Məhəmməd, bilirsiniz niyə? Çünki o uşaqlar bilir ki, siz onları sevirsiniz. Onda olmaz. Uşaq güzgü kimidir. Uşaq hamıdan yaxşı hiss edir. Müəllim ciddidir, amma müəllim uşağı sevir. Uşaqdan gözəl onu hiss edir. Uşaq hiss edir ki, müəllim onu sevir, o uşaq olur huzur. Uşaq o sevgini görəndə bəli, çox doğru edir ki, bu məktəbdə tərbiyəsiz uşaq olur. Biz müəllimi istəyirsən. Əgər müəllimi sevirsən, dərsin olur. Yox, məndə tərbiyəsiz uşaq müəllim nə zaman sevir? Müəllim uşağı sevəndə uşaq sevirlər. Ona görə də belə Çox böyük doğru yol. digər kişilərdənsə, yəni ki, o məktəb işini görəcək, mən sərdə seçilərsə də gördüm ki, neçə dəfələrlə yazılarlar ki, Sədaqət və yaxşı pedaqogdur, çox təəssüf ki, bu işindən bu formada belə deyildiklər ki, kənarlaşır, amma heç də belə deyildiklər ən vacibli məsələlərdə məhz müəllim olaraq, həm də təşkilatçı müəllimə, direktoru əvəz edirlər hal-hazırda. Və
birbaşa sizin sahənizdə təşkilatçı tərbiyə ilə məşğul olan. Bilirsiniz, mən həmişə bir söz deyirəm. Məktəb adını yetişdirmək üçün deyil, məktəb şəxsiyyət yetişdirməlidir. Bəli, məktəb şəxsiyyəti yetişdirməlidir. Və həmin daşını, vətənlik kəsəyi ola bilən vətəndaşları yetişdirməlidir. İnanın ki, orada təhsil olacağı belə yerdə, Nəticə olacağı nəticə olacaq. Mən də çox istərdim ki, bizim burada hər bir hikayədə olanımızdır və kim istər burada söz haqqına malikdir və çıxışlarımızda da belə deyirlər. Bizi sevdirə bilərsiniz. Bir sözü var. Dəyərli psikologumuz var, Lara xanım təşkil buyurub. Çox istərdim ki, onun dəyərli fikirlərini qulaq asalarım. Zaten Viktoria'nın güzel anılarımız, bacılarımız ve ziyalı bir olduğunu hiss alalım. Mütəmadi olaraq aramızın bəzi cəhbələrini gəlişlər verirəm. Yəni, sayılan insanları şəhərdə görə bilməsəm də rayonda gəlib görmək qismət olaraq. Yəni, Bahar xanımla Qəmzə xanım siz mövzulara o qədər geniş, əhatəli yanaşdınız ki, yəni, deyəcəyimiz bir sözümüz qalmadı. Güman eləmirəm, burada kimsə sizin sözünüzə harca bir müdaxilə eləyə bilsin. Amma söhbət gələcək nəsillərdən düşüncəyiksə, məsələn, indi burada cavan ailələrimiz var, gənclərimiz var, hər kəsin evində bir gəlin var, qız var. Cavan ailələrdən söhbət gedirsə, ilmi onu tutmaq istəyirəm. Çünki yaşlı ailə, qız ki, işdən gedirsə söhbət, onu yetişdirən bir gələcək lazımdır. İndiki dövrdə uşaqları məktəbə qədər hazırlanmaqca mühitini aparanda bütün hamıdan soruşmaz ki, yəni məktəbə getmək üçün, məktəbə qədər hazırlıq üçün də uşaqlara nə lazımdır deyil sualını verəndə hamı deyəcək ki, A hərfi bilsin, rəngləri tanısın, nə bilim, nəsə iki söz yaza bilsin, belə. Amma heç kəs onun ora qədər olan mərhələ, məktəbə qədər olan mərhələdə olan inkişafı barəsində heç kəs onu düşünmür. Mən isə bir başqa bir düşünürəm. Mən demirəm, burada heç kəs onu düşünmür, hər kəs onu düşünür. Amma bir teknik olaraq, söz olaraq demək istəyirəm. Yəni, işdən gedirsə söhbət. Mənə gəlir ki, məktəbə gedən hazırlıq, məktəbə qədər olan uşaq inkişaf etməsindən ötürü birinci olaraq o uşaq fiziki olaraq hazır olmalıdır məktəbə. Fiziki sağlamlığı olmalıdır, bir quruluşu olmalıdır. Yəni, əqli olaraq hazır olmalıdır. Yəni, nitq olaraq hazır olmalıdır. Nitqi, yəni, uşaq özünü ifadə eləməyə başarmalıdır. Yəni, sosial olaraq hazır olmalıdır. Sosial inteqrasiya olaraq hazır olmalıdır. Bütün bunların hazırlığı prosesi gedəndən sonra o uşağa hərfi bilməsə də, rəqəbi bilməsə də, o uşaq artıq məktəbə gedəndə nə etmək istədiyini biləcək. Çünki o uşaq üç sözü birləşdirib özünü ifadə edə bilir. İndiki uşaqlardan soruşursan ki, misal özün haqqında nə deyə bilərsən? Bu telefon çərçivəsində, məsələn, valideynlərimiz. Məsələn, biz göz həkiminə gedəndə göz həkimi bizə nə deyir ki? Məsələn, gözümüzü yaxına, uzağa, ətrafa istiqamətləndirməliyik. İndiki məktəbə gedən uşaqlar isə, uşaq səs salmasını verir, telefonu verirlər əlinə. Bu, telefonun çərçivəsində uşaq sağa sola, yuxarı aşağı gedir. Göz neyini, beyni stoplaşdırır da, yəni durdurur. Yəni, o uşaq inkişaf etmək, zəkası inkişaf etmək, məntiqi inkişaf etmək, diqqət olaraq inkişaf etmək yerdə qalır. Bütün uşaqlarda valla böyüklərimizin yanında çox öz istəyən belə bir ifadəni söyləmək üçün. Ərə gedən qızlarımıza hamı ərə verməyə hazırdır. Amma deyirsə ki, hamam dərsəsini gətir, şifaləri açıb, hamam dərsəsinin qabağında durub belə baxır ki, gözün qətti haradadır. Çünki tanımır. Uşaqlarımızın əksəriyyəti məktəbə gələn uşaqlarda daha lamisə orqanları düzgün inkişaf edəmir. Çünki telefonu tuturlar belə qabağına, ağzına yeməyə ötürürlər. Ağzına yeməyə ötürmək o demək deyil, uşağın qarnı doysun, bu boyda bir uşaq əmələ gəlsin. Ona yox, uşaq dadı bilməlidir. Gözünü yumub ağzını bağlayanda məktəblərdə işləyən varsa, bağçalarda işləyən varsa, hətta burada ailələrimiz çox güman ki var, şəhid ailələri var, evlərində nəvələri var. Məsəl üçün, meyvə verirsiniz uşaqlar, yemək verirsiniz. Bunu gözün bağlayın. Fakat bu ekologiyamıza da bu da aid. Uşaqlar sağlam qidalanmalıdır. Uşağın gözünü bağlayın. İnanın ki, uşaqlar turş sözünün nə olduğunu bilmirlər. Tam səmimiyyətimlə deyirəm. Turş nədir bilmirlər, şişmə hamı tanıyır.
Şirin bilirsən toplayır, konfet yiyir, kızın kezalarından mesela. Hiç bilirlər, hoş bilmir. Yani istiyorsa sözünü bilmirlər. Çünkü uşaqlar bilmirlər onu. Bir gözün bağlıyım uşağın ağzında heç olmasa nəsə bir yemək verir. Soruşun ona ki, bu hansı yeməkdir? Vallahi bilməyəcək, bir evdə test edeyim. Bilən deyirlər. Mənə gəlir ki, belə bir yaşıl ailəvi, inkluziv birisi dayanıqlı gələcəyi yetişdirmək üçün bünövrə qoymaq lazımdır. Bünövrə də hər birimizin evindədir. Səbəbkar kimlərdir? Biz Əgər bu işdə ailədə məsəl üçün 4 nəfər uşaq varsa, qaynına varsa, baldız varsa, evdə 3 dənə, 2 dənə uşaq varsa, qaynına desə ki, təqsirkar gəlinləri da, yox, təqsirkar məndədir, hər kəs özünü təqsirkar bilməlidir. Və uşaq da ailədə, uşaq nə qədər pis olursa olsun, davadalaşlı uşaq olursa, siz dediyiniz kimi, dələduz uşaq olursa olsun, o dələduz olmur ki, niyə uşaq doğulanda hər bir uşağın da hamısından eyni ip gəlir, eyni qoxu gəlir, o ruhunun təmiz qoxusudur. Elə uşaqlar var ki, onun qoxusu dedikdən sonra onu tərk edir. Elə uşaq var ki, 8 aydan sonra tərk edir. Elə uşaq var ki, 1 ildən sonra. O uşaq sizin yalanlarınızı eşitdikcə, sizin qusurlarınızı gördükcə, uşaqlar onu da deyim ki, bizim qusurlarınızı gördükcə. Uşaqlar 7 yaşına qədər gözünlə tərbiyə alırlar. Onlar gözünlə, ona ehtiyac yoxdur. Onlar o nə bir desən ki, bunu bırak, burada otur, onu desən eşitməyəcəklər. Onu yalnız sizin gördüyünüz, məsələn, 1 yaşında uşağın əlinə kültür versin, qamsınların üstünə yandırır. Televizyon üstünə tutub yandırır. Çünki evdə hər bir adam o kültür yandıranda istiqamətini o uşaqda görür. Ona görə də uşaqları 7 yaşına qədər sən bunu belə eləməlisən, məsələn, uşağı belə oldu. Uşağa şəxsiyyət kimi yanaşmaq lazımdır. Şəxsiyyət kimi uşağa yanaşmasın. Fərq, individu olaraq yanaşırsa, heç bir nəticə almaq olmayacaq. Bu bizim yaşıl ailəmizdə, inkluziv birsinizdə, dayanacaqlıca gələcəyimizdə hamısı buradan asılıdır. Təqsirkar bu uşaq niyə belədir? Təqsirkar mənəm. Təqsirkar mənəm. Hər şeydə təqsirkar mənəm. Qızım təqsirkardır, gəlinin təqsirkardır, oğlum təqsirkardır. Yox. İşlərini rahat eləmək üçün uşağın halini verir. Həmişə siz gələrsiniz. Bütün burada oturanları da salamlayırlar. Şəhid analarımızın qarşısında baş edirəm. Qazilərimizi salamlayıram. Allah onları can sağlığı versin. Mən də Sahibkar Qadınlar Cəmiyyətinin səhviyyə qadınlar işi. Ona görə Sədaqət xanımına əlbir işləyir. Zemra xanım həmişə deyir, bilirsən, sizin sədriniz, Sahibkar Qadınlar sədri var, Zemra xanım, Ağayeva. O mənə deyir, biz hamımız bu cəmiyyətdən bəhrələnib, özümüzdə yeni təşkilatlar açmışıq. Yəni, ən böyük təşkilat, ilk və qədir təşkilat Respublika Qadınlar Cəmiyyəti olur. Onlar da bir çox olurlar, üzründə ilk də üzrümüzdür, dostluğuna. Çox gözəl və xanımdır, böyük dostluğumuz. Və hamısı bu təşkilatdan yararlanıb, işləyirlər, öyrənirlər. Yəni, ictimai işi heç bir universitet, heç bir institutlar, məktəbdə keçmirlər. Bu ictimai işlə məşğul olub, onu öyrənmək lazım. Burada işləyə insanlar kurtarlaşır və bir çoxları özünə yeni bir təşkilat kurtarlaşır. Amma buna qədər beləsinə əlaqələri olub sağlayır. Zemra xanım etələrində olmuşlar. Mən deyərdim ki, burada yaşayan xanımlar çoxdur, görürlər. Bizim də bir hərəkətimiz olur, şəhid analar üçün. Qarşılanmasında böbrəklərdə dəyişməklə iştirak elədik. Belə də Sədaqət xanımı da çox yaxşı seçmişsiniz, çox işgüzarlar, işinin öhdəsinə gələn xanım. Ona görə də başqa mənim eşinəm xanım ətrafında danışdı, tərəfdir. Ona görə də sizə təşəkkür edirəm ki, gəlirsiniz. Bizim mariflərimiz. Bugünkü gündə görürsünüz ki, burada Sədaqət xanım, Şərqiyyə xanım görürsünüz ki, bizim Lalə xanımımızın gözünə əmanətlər, hər tərəfdirlər. Bizim bu xanımlarımız, hər biri Paçvoz uşaq musiqi məktəbində, Paçvoz uşaq musiqi məktəbində müəllim işləyirəm. Yəqin aməliyyəsiyyət. İclaslarda olmuşsunuz, bəli, görüşmüşük. İsraillərdə iştirak ediyorlar. Biz də
Her zaman başımızın üstünde. Hər tədbirdə dəvət edirlər. Biz də həmçinin hər xanım öz işində biz də oğullarımızın sayəsində bu tədbirlərdə iştirak edirik. Gəldiyiniz mən özünüzə xoş gəldiniz deyirəm. İşləriniz uğurlu olsun, gözəlsən. Quşlarınızı qullanmasını qanunuzun çox gözəl tədbir oldu. İşçi oldu, evdə dəvələr. Bizdə də iş olan kimi telefonu veririk, amma bundan sonra yardım veririk. Vermək olmaz. Vermək inandırın, uşaqlar çox Gözəldir. Hətta uşaqlara o blenderdan yemək çəkib verirlər. Məsələn, danışan xanımlar görürsünüz, onların beyinləri daha aktiv işləyir. Niyə? Çünki buranı belə basırıq, burada görürsən, alnı çənə sümüyü burayla birləşikdə. Bu elə bir danışdıqca beyin inkişaf edir və beyinə idman götürürsən. O uşağın çeynəmə orqanları işləyirlər. Məsələn ki, olan uşaqlar dillərin çeynələri, bir dənə dilini çıxartsın bayrağa, o dilini çıxardığında bayraqda qıraqlarında elə bir çatlaq torpaq kimi problemlər var. Hiss edirsən, dilinin ortası, ucunda, hətta dilini qaldıranda dilinin altındakı bir şey düzgün inkişaf eləmir. Niyə? Çünki danışmır, çeynəmir. Blenderla keçirirlər, verirlər uşaqlar, televizorda qoyurlar, telefonu da qoyur qabağına, elə ağzını açma hörrə kimi tökür boğazına. Bu işləmir, beyin inkişaf eləmir. Biz, yəni o qədər mükəmməl bir varlıq ki də, mən Bəxtiyar Vahabzadənin bir dənə şeiri var, Allah şeiri, onlar o misrağını çəkin. Bilməm yadımda nə dərəcədə qalıbda. Əgər Nərdis xanımın imkanı verir. çox düzgün istəyirəm. Mənə gəl, onlar da hicablı xanımlardı, məsələn, o idrakdan gedirsən. Bəxtiyar Vahabzadənin bir Allah şeiri var, deyir, idrakda yol açmış gecədən gündüzə Allah. Güldürməsən öz könlünü, gülməz bizə Allah. Dünyaya şəfəqlər kimi tanrını səfələnmiş, könlün gözü görməzsə, görünməz gözə Allah. Əgər biz idraki könlümüzün gözünü açıq eləsək, inanın ki, hər bir şey dörd dörtlük olar. Əgər bütün xarici ölkələr, bütün dünya ölkələri bizə həsəd aparırsa, ailə model deyilər, həsəd aparırsa, misal üçün mənim oğlum Kopenhagen'də yaşayır orada. Mən onun yanına gedəndə, mən oğlumla gəzəndə biz o qədər gənc ailələrimiz var ki, mənim yaşda xarici ölkələrdə olan adamların yanında 3-cü, 2-ci sinif uşaqları olur. Yəni biz öz övladlarımızın yanında sanki onun çox bacısı kimi, sevgilisi kimi görsənirik. Bizdə məktəbə qutaran kimi düşünürük ki, ay, sinif yoldaşı evlənir, bu da evlənsin. Yox, bu uşaq evlənməyə hazırdırmı? Və yaxud da elə analarımız var ki, məsələn, oğlana deyir ki, evlənəndə düzələcək. Sənin 25 il düzəldə bilmədiyi gələn qız nədən düzəltsin? Sən iyi... Buraya gələn turistlərimiz bu yaxlarda yaxın inanımız şahidi olmuşlar. Dövlətimizin bəzi qanunlarında da səhvlik olsun ki, o turistlər gəlib o görür, nələr sözdə, hərəkətlər eləməzlər. Biz hər hansı baş bölgələrdə gördük, o turistlərimizi Yağdıqanın düz dediyi yaxınlarda Əlbəstanda oldu. Oranın qanunlarını biz yayı elədik. Bizim o bölgəyə heç sonradan biz aparan o başlı deyilər. Oranın qanunları çox sərt hissi onlara yayı eləməz. Adil şəhid uşaqlarının şəkilləri belə əlimizdə tuta bilmədik. Amma indi əlbət bura gələn bu şəhidlərimizin qarşısında necə bizə layiq hərəkətlər edirlər. Bəlkə bizim qanunlarımızda o boşluğu var ki, hər bir üstüne gələndə özünü yıxmalıq bilər, bəlkə özünə fikir verməlidir. Onlar da o qədər bəlkə də mən özü sözünü üçün təqdim edəcək, o qədər boşluqdan görürlər ki, biz görürlər. Ağzı o dərəcəyə gəlmişdir. Ona görə də gördünüzsə, tam da üzümə tükürdünüz. Gördünüzsə, Ailə belə təbrik yapılmış. gələnlər burada özəl də ağzına gələr. Ona görə bizim bu uşaqlar da qorxmasınlar orada.
alır. Hikmət Kipozu, sən özü baxam, indi sizdən eşitdim. Deməli, mobil telefon uşağın enerjisini alır. Bayaq xanım dediyi ki, uşaqlar telefonla başı qarışır, beyin inkişaf. Doğrudan inkişaf edən uşağın beyni və uşağın enerjisi. Həmin hissəsi, biz 20-30 il bundan qabaq yadınızda da o Santa Barbara kırmızı gedirdi. Yadınızda da o milyonерlərin telefonunun yanında hamballara gəzdirir. Biz gördük, bizim üçün də var, özü gəzdirir. Səndə olan ağıllı adamlar onların enerjisini almasın deyələr. Ona görə də bu gəlmən də oradan da bizə çox şey verir. Barqandan bir öyrəndik məsələn. Psixologumuzun dediyi ki, onu da mən o vaxt öyrənmişdim ki, mobil telefon özümüzün üzərimizdə saklamamalıyıq, enerjimizi alır. Teşekkür ederim geldiğinize göre. Bayan İcra Hakimiyyətinin başçısına, bizim adımızdan teşekkür ederim. Size teşekkürümüzü yaratan edirik, vaxtınızı kızımdan kazanır. Bilirəm, bu dəqiqə ən gündəmdə olan İcra Hakimiyyətinin işinin çox vaxtı olan bir vaxtdır. Ona görə siz gəldiniz, bizlər gəldiniz.